Zorakılıq faktlarının sırasında ən dəhşətlisi uşaqlara qarşı törədilən təcavüz hallarıdır. Bu cür halların daha çox qapalı müəssisələrdə, internat tipli məktəblərdə baş verdiyindən xəbərdarıq. Bu zorakılıq hallarının uşaqlara ən pis təsir edəni seksual zorakılıqdır. Belə halla üzləşən uşaqların sonradan reabilitasiyası çox çətin olur. Bununla yanaşı Azərbaycanda yüzlərlə uşaq fiziki və psixoloji zorakılığa da məruz qalır. Bir neçə il əvvəl mətbuat Elnarə adında bir qızın 200 nəfəri gicsə yoluxduraraq dünyasını dəyişdiyini yazdı. Mətbuat o qızın hansı səbəbdən kişilərə qarşı qisasçılıq mövqeyində dayandığını qeyd etmirdi. Əslində isə bunun səbəbi vardı. Bu qız uşaq evində böyüyüb, 12 yaşında cinsi zorakılığa məruz qalıb. Bu adam insanlara, valideynlərə nifrət edirdi. O biləndə ki, gicsə yoluxub, daha çox kişini yoluxdurmaq yolunu tutmuş. Həqiqətən, bu yuxarıda sadalanan faktlar çox dəhşətlidir. Xüsusən də internat müəssisələrində belə halların yaşanmasının sözü gedən müəssisə ilə bağlı bir sıra problemlərin olmasından xəbər verir. Maraqlıdır. Sözü gedən müəssisələrdə uşaqların cinsi zorakılığa məruz qalmasının qarşısını necə almaq olar? Bunun üçün hansı profilaktik xarakterli tədbirlərin görülməsinə ehtiyac var? İnsan psixologiyasında ya daxili dəyərlər sisteminin həqiqətləri, həlləri və yoxları insanı idarə edir və yaxud da qanunlar onu idarə edir. Yəni, daxili dəyərlər artıq onu saxlamırsa, onu saxlayan bir qanunlar çərçivəsi və qanunla bir sərhəddə olmalıdır ki, onu qarşılasın. Burada ikisi də Azərbaycanda hal-hazırda təsvir eləyək ki, biraz zəifdir. Göründüyü kimi, bu problem tək ölkəmizdə deyil, bütün dünyada həll edilməli ən aktual problemlərdən biridir. Bu problem həll olunmasa, minlərlə uşağın başına insanlığa sığmayan oyunlar açılmaqda davam edəcək. Buna yol verməmək üçünsə rəsmi qurumlar ciddi tədbirlər görməli, zorakılığa qarşı mübarizənin gücləndirilməli, əhali arasında geniş maarifləndirmə işi aparılmalı, qurbanlara hər tərəfli yardım göstərilməlidir. Biz də bütün insanları, əlaqədar qurumları, ümumilikdə hər kəsi bu işdə fəal olmağa çağırırıq. Könül Əliyeva, Vizyon TV.